Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə biz Flexbox-la danışacağıq. Flexbox səhifədəki elementləri müəyyən formalarda istədiyimiz yerlərə yerləşdirmək üçün istifadə etdiyimiz texnologiyadır. İki əsas komponentdən ibarətdir. Burada gördüyünüz bir konteyner bizim komponentimiz olur. Digərləri isə itemlar, onun övladları. Yəni bu bir valideyndir. Daxilində nə qədər yazdığımız boxlar var ki, onlar da həmin valideynin övladlarıdır. Məsələn, burada müəyyən CSS xüsusiyyətləri vermişik və müəyyən qutular yaratmışıq. Bu qutuların arxa planında bir konteyner dayanır. Biz əgər konteynerə gəlib displeyinə flex desək, artıq X oxu üzrə gördüyümüz kimi bu qutular düzülmüş oldu. Deməli, Flexbox-un əsas iki dənə komponenti var, konteyner və onun daxilindəki itemlar, yəni balalar, valideyn və övladlar. Biz bu iki komponentə, iki elementə də müxtəlif propertilər verə bilirik. Bu propertilərdən ən vacibi birincisi display flexdir. Display yazı flex dəyərini verdikdə artıq bizim Flexbox anlayışımız aktivləşmiş olur. Deməli, nədir bu Flexbox? Gəlin biraz dərinə düşək. Flexbox bizə imkan verir ki, biz ya X oxu üzrə, ya da Y oxu üzrə elementlərimizi yerləşdirək. Məsələn, susmaya görə bizim display flex verdiksə, susmaya görə bizim artıq bu düzüləcək elementlərimiz X oxu üzrə düzüləcək. Yəni, default olaraq X oxu üzrə elementlərimiz düzüləcək. Bəs yaxşı, bunu hansı property təmin eləyir deyə soruşsanız, bizim Flex Direction adında bir property'miz var. Üzr istəyirəm, Flex Direction adında bir property'miz var və bunun alacağı müxtəlif value'lar, yəni dəyərlər var. Gördüyünüz kimi Flex Direction yazan kimi bizi burada column qarşılayır. Bu column nədir? Yəni biz artıq Y oxu üzrə, yəni sütun üzrə elementləri yerləşdirmək istəyiriksə column-la klikləyirik və artıq elementlərimiz bir sütun üzrə, yəni Y oxu üzrə yerləşir. Gəlin daha dəqiq hansı formada yerləşdiyini görmək üçün bura rəqəmlər yazaq. Bu rəqəmləri niyə yazırıq? İndi görəcəksiniz. Deməli, column anlayışının yanında bir də column reverse var. Reverse etdikdə bizim artıq sonuncu elementimiz əvvələ keçir, əvvəlki elementimiz isə sona keçir. Yəni, sıralama geridən qabağa doğru başlayır. Məsələn, bizim item 5 olan bu hissəyə ki, 5 rəqəmin verdik, o artıq yuxarı qalxdı. Yəni, bu cür column reverse də dəyərini də biz verə bilərik. Daha sonra susmaya görə default olaraq bizdə X oxu üzrə düzülüş baş verir. Bu da row-la tənzimlənir, row dəyəri ilə tənzimlənir. Hansı ki, biz bunu buraya yazmasaq belə, onsuz da, yəni əgər display flex vermişiksə, avtomatik olaraq flex direction dəyərini row olaraq qəbul etmiş oluruq. Burada da row reverse var. Gördüyünüz kimi artıq geridən əvvələ doğru sıralanır. Sonuncu elementimiz əvvələ keçir və aşağıdan yuxarı, bu formada aşağıdan yuxarı doğru, soldan sağa elementlərimiz səhifədə konteynerin üzərində yerləşir. Flex Direction'ın bizə verdiyi xüsusiyyətlər bunlardır. Daha doğrusu dəyərlər bunlardır. 4 dənə əsas dəyərdir ki, biz onlar üstündə çalışacağıq. İndi isə keçək X oxu üzrə hansı formada biz bu elementləri yerləşdirə bilərik və bunu hansı property təyin eləyir, ondan danışaq. Bizim Justify Content adında bir property'miz var ki, X oxu üzrə elementləri yerləşdirməkdə bizə köməkçi olur. Gəlin baxaq, gördüyünüz kimi Justify Content'in value'ları, yəni dəyərləri Flex Direction'a baxanda daha genişdir.
Yəni belə yazıb baxaq. Bunlardan bizə ən vacib olanları center, end, daha sonra burada var. Start olmalıdır ki, susmaya görə. O təyin olunur. Flex end, flex start, space around, space between. Yəni bunlardan indi danışacağıq. Gəlin başlayaq. Bunu biraz daha böyüdək ki, daha ətraflı görək. Gördüyünüz kimi bütün elementlər sola doğru nizamlanıb. Gəlin hətta buradan bir dənə divi silək. Hətta ikisini silək. Ki özüm burada preview ilə açmışam ki, eyni zamanda görünüşü görəsiniz ki, brauzerdə əslində nə cür dəyişiklik olur. Yəni refresh eləməyə ehtiyac yoxdur. Previewda avtomatik burada nə yazırıqsa o zaman içərisində də refresh gedir. Baxın, justify content-ə gəlirik və burada bizim bir dənə dəyərimiz var. Space between. Space between-ə kliklədikdə artıq bizim bu üç divimiz sağa doğru genişlənəcək və üçüncü divimiz sağa yapışacaq, birinci divimiz sola, ikinci divimiz isə düz mərkəzdə qalacaq. Gördüyünüz kimi bu cür görüntünü almış olduq. İkinci halda space around var. Space around da kənarlardan müəyyən qədər məsafə saxlayır. Digər elementlərdən isə kənardakı elementin 2 qatı qədər məsafə saxlayır. Yəni kənarda nə qədər məsafə saxlayıbsa elementlə kənarlıq arasında nə qədər məsafə varsa onun 2 qatı qədər orta hissələrdən məsafə qalır. Bu da bir başqa xüsusiyyətimizdir. Lakin biz məsələn mərkəzləmək istəsək, justify content center verərik və elementlərimiz tam mərkəzdə olar. Və yaxud istəyə bilərik ki, bu elementlər ən axırda olsun. O zaman end verib elementləri ən axıra gətirə bilərik. Dediyim kimi, susmaya görə default olaraq start dəyərini götürür və bu cür yazılış forması var, justify content. Burada biz hansılara baxmadıq? Content. Center'a baxdıq, end'ə baxdıq. Bunlar bizə çox da lazım olmayacaq. Flex end, flex start'dır. Bunlar da heç demək olar istifadə olunmur. Space evenly var. Space evenly bizə hər bir tərəfdən eyni qədər məsafə saxlanmamıza kömək olur. Baxın, space evenly oxşuyur space around-da. Amma space around-la fərqi odur ki, space around-da kənarlığın 2 qatı qədər orta elementlə məsafə saxlayırdıq. Amma space evenly-də istər kənarlıq olsun, istər elementə qədər olan məsafə olsun, bunlar eyni olur. Gördüyünüz kimi, baxın, space evenly bu cürdür, space around isə bu cür görsənir. Bu da bizim justify contentimiz.